Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda uşaqdan böyüyə hər kəsin sevdiyi yumuşaq, dadlı bulkaların hazırlanmasını sizinlə paylaşıram. Tez bir vaxtda hazırlaya biləcəyiniz kişmişli bulkalardır. Bu reseptlə pambıq kimi yumuşaq bulkalar alınır. İlk hazırlayan xanımlar belə bu reseptlə çox asanlıqla ailələri üçün bulkalardan hazırlaya bilər. İndi keçək hazırlanma qaydasına. Bunun üçün əvvəlcə ərzaq qabına 200 ml stəkanla illıqdan biraz isti süd tökürəm. Üzərinə 1 paket 10 qram instant quru maya əlavə eləyirəm. Götürdüyüm şəkər tozunun ümumi ölçüsündən 1 xörək qaşığı yarım qədər şəkər tozundan qaba tökürəm. Bunları biraz qarışdırıram. Qoyuram bir kənara, mayanın aktivləşməsini gözləyirəm. Başqa bir qaba 1 ədəd sındırdığım bütöv yumurtanı, bir yumurtanın da ağını sarısından ayırmışam. Ağını xəmirə qatıram. Sarısını sonda bulkaların üstünə çəkmək üçün qoyuram bir kənara. Hər biri 5 qramdan olan 2 paketdə şəkərli vanili yumurtanın üstünə əlavə eləyirəm. Yumurta ilə vanili yaxşı-yaxşı qarışdırıram. Bulkalar kişmişlidir. Ona görə əvvəlcədən yarım stəkan kişmişin üzərinə isti su tökürəm, qoyuram kənarda biraz qalır. Kişmişlər biraz yumuşalır, sonra yuyub suyunu kənara atıb quruduram. Gördüyünüz kimi mayam artıq yaxşı aktivləşib. Maya nə qədər aktiv olarsa, onda xəmir də çox yaxşı alınır. 4 xörək qaşığı şəkər tozu götürmüşdüm. Qalan şəkər tozunu da yenə qaba əlavə eləyirəm. 100 qram da yumşalmış kərəyağın qaba tökürəm. Yarım çay qaşığı duz əlavə eləyib bu ərzaqları da biraz qarışdırıram. İstəyə görə kərəyağını margarinlə də əvəz eləmək olar. Qarışdırandan sonra un töküb xəmiri hazırlayıram. Yumuşaq bir xəmir olmalıdır. Ona görə unun hamısını birdən əlavə eləmirəm. Hissə-hissə əlavə eləyirəm. Əvvəlcə biraz spatula ilə qarışdırıram. Yenə lazım olduqca undan əlavə eləyib xəmir yoğururam. Xəmir üçün 5 stəkan yarım un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Unun çəkisi növünə görə dəyişə bilər, az ya da çox ola bilər. Əvvəlcə xəmir biraz ələ yapışqan olur, amma yoğurduqca yapışqanlıq keçir, yumuşaq bir xəmir alınır. Xəmiri yoğurandan sonra sonda üzərinə təmiz yuyub quruladığım kişmişi əlavə edib xəmiri kişmişlə bir yerdə biraz yoğururam. Üzərinə 1 çay qaşığı bitki yağı əlavə eləyib xəmiri bir yerə yığıram. Üstün örtürəm. Həcmi 2 dəfə artana qədər mayalandırıram. Xəmirim artıq yaxşı mayalanıb, həcmi 2 dəfə artıb. Əlimdən xəmirin havasını çıxardıram. Qabın içində yan tərəfdən ortaya doğru gətirərək xəmiri biraz yoğururam. Yoğurub havasını çıxardıram. Xəmirim dəzgahın üstünə qoyuram. Dəzgahın üstündə də həm havasını çıxardıb, həm də xəmiri biraz yaxşı-yaxşı yoğururam. Belə yoğurduqda, pişdikdən sonra xəmirdən mayanın qoxusu gəlmir. Amma havasını yaxşı çıxartmayanda, onda mayanın qoxusu gəlir. Bu qaydada xəmiri hazırlayıb biraz uzun sov şəkil verirəm. Əvvəlcə ortadan 2 yerə bölürəm. Kəsdiyim xəmir parçalarını da hissələrə ayırıram. Təxminən bir orta boy mandalina boyda xəmirdən parçalar kəsib əlimlə yuvarlayıb bulkaları hazırlayıram. Hamısını elə gözə yarı təxmini əlimlə kəsib bulkaları hazırlayıram. Bu qaydada hazırlayıb iri bir formada da yan-yana düzüb pişirmək olar, amma bir-birinə yapışmasını istəmədiyim üçün 2 başqa yağlı kağız sərdiyim formaya yığıram. Üstün örtüb bir yarım saatda yerində mayalandırıram.
İlk hazırladığım bulkalar artıq yaxşı mayalanıb, həcmi artıb. Ayırmış olduğum yumurta sarısına bir çay qaşığı da süd əlavə edib qarışdırıram. Yumurtalı qarışımdan bulkaların üstünə hər yerinə yaxşı-yaxşı çəkirəm. Bu qaydada hazırlayandan sonra 200 dərəcəlik sobada üstü qızarana kimi bişirirəm. İlk sobaya yerləşdirdiyim bulkalar artıq bişib, çox yaxşı qabarıb, çox yaxşı qızarıb, çox gözəl bulkalar alınıb. Altı da yaxşı bişib, üstü də yumuşaq, pambıq kimi bulkalar alınıb. Digər bulkalarda hamısı bişib, hamısını bir formaya yığmışam. Yoğurduğum xəmirdən tam 18 ədəd belə gözəl bulkalar alındı. 2-3 gün qalsa da boyatamayan, çox dadlı, kişmişli bulkalardır. Asan bir bulka reseptidir. Pambıq kimi yumuşaq, çox dadlı bulkalar alınır. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra videonu bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.